Salam əziz dostlar, bugün keçirilən, yəni 12 iyulda keçirilən Dövlət İmtahan Mərkəzinin 4-cü qruplar üçün qəbul imtahanını izah edəcəm. Keçək indi suallara. Cədvələ əsasən yanlış ifadələri müəyyən edin, deyir bizə birinci sualda. Onda vurğulayım ki, bu D variantdır. Zaten bütün variantlarda onsuz da suallar eynidir. Sadəcə sualların yerləri dəyişiklikdir. Deməli, bizə buradan yanlış cavabı soruşur. X vəzinin ifraz etdiyi hormonlardan birinin çatışmazlığı uşaqlarda ağıl kəminə səbəb ola bilər. X nədir? Miksadema. Miksadema törədən nədir? Qalxana bənzər vəzi. Bəli, qalxana bənzər vəzinin də çatışmazlığı uşaqlarda kretinizm səbəb ola bilər. Bu doğru fikirdir. 2. Öt Z vəzinin ifraz etdiyi fermentdən işini fəallaşdırır. Z nədir burada? İnsülin. Bu da doğru fikirdir. Y vəzi bioloji saat rolunu oynayır. Bioloji saat deməli epivizdir, amma akromegaliya hipofizlə bağlıdır. Ona görə bu fikir yanlışdır. X vəzinin ifraz etdiyi hormonlardan biri kalsitonindir. Bəli, bu da doğru fikirdir. Y vəzinin ifraz etdiyi hormonlardan biri tiroksindir. Xeyr, tiroksin deyil. Dediyim kimi kalsitonindir. Tiroksin bura ait değil Y vəzisində. Ona görə doğru cavab 3-5 cavabı, yəni ki, cavab B variantı olmuş olacaqdır. Keçək ikinci sualımıza. İkinci sualda sxemə X-in yerinə yazıla bilməz soruşur buradan. X mitoz var, mayalanma var, meyoz var. Söydüyün yaşıl çiçəkləri. Yaşıl çiçəkləri dişi çiçəklərdir. Burada mayalanma gedə bilər. Qarğıdanın qıça çiçək qrupunda da mayalanma gedə bilər. Sarıntılı çiçəyində mayalanma getməz. Bu yanlış fikirdir. Dilci şəkillidə mayalanma getməz. Bu yanlış fikirdir. Zəncotun dilci şəklincə gedər. Ona görə doğru cavabımız A variantı, yəni 3 və 4 cavabı olmuş olacaqdır. Keçək indisi üçüncü sualımıza. Noxud bitkisinin çiçəklənə çiçək düsturundakı struktur elementlərin sayının cəmi. Deməli, noxudda K5, L5, Y10 və D1. Toplayanda bunların cəmi 21 eləyir. 21 bir çiçəkdədir. Əgər 210 isə X-dir. X də buradan bərabərdir. 10 dənə çiçək vardır. Hərəsində 8 rüşeyin hissəsi varsa 8 bərabərdir. O demək ki, 80 dənə burada toxum əmələ gələcək. Əmələ gəlməsi üçün 2 qat müəllimdə bilavası neçə hüceyrə iştirak edir və 80 toxumun əmələ gəlməsində bir hüceyrənin əmələ gəlməsində 4 hüceyrə iştirak etdiyinə görə bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak etdiyinə görə 80 vurulsun 4-ə, o da bərabərdir 320 eləyəcək. Yəni doğru cavabımız burada Y variantı olur. Dördüncü sual. AB qameti aşağıdakı görüntülərin hansının əmələ gətirdiyi bütün qamətdən 2-də 1-dir. Yəni bu canlı cəmi 2 qamət əmələ gətirsin və onun biri A böyük ya kiçik B olsun. Baxarkən burada D variantı götürür. Çünki ancaq böyük A kiçik B və kiçik A kiçik B əmələ gətirir ki, 50% də böyük AB olur. Ona görə doğru cavab D variantı olacaqdır desiniz. Şirin su hidrasının bədən neçə qatdan ibarətdir? Bu aydın məsələdir. Ektoderma və endoderma bədən 2 qatdan ibarət olur. Ona görə cavabımız burada Y variantı olacaqdır. Həmən əsasən düzgün kəsişmələri müəyyən edin. Heterozis effektindən söhbət gedir burada. Uzaq hibridləşmə zamanı alınan fərddən üzə çıxa bilər? Bəli, çıxa bilər. Saf xəttlərin çarpazlaşması, bəli, saf xəttləri də saf 1, saf 2 çarpazına üzə çıxa bilir. İmbriding nəticəsində xeyr, imbriding heterozis effekti çıxmır, cırlaşma gedir. Yalnız bitkilərdə xeyr, heyvana tətbiq oluna bilər. Ona görə doğru cavabımız burada 1 və 2 cavabı, yəni A variantımız olacaqdır. Keçək növbəti sualımıza. Doğru ifadəni müəyyən edin. Somatotrop hormonun çatışmaması immun reaksiyalarının zəiflədə bilir. Bəli, bu doğru fikirdir zaten. Bu ola bilər. Adrenalin ürək vurğularının sayını artırır. Bəli, bu da doğru fikirdir. Histidin amin çatışmazlığı qanda hemoglobinin xeyr, histidin çatışmada hemoglobin miqdarı azalır. Bu səhvdir. Adrenalin qanda glukozla miqdarını artırır. A vitamini çatışmaması fagositlərin funksiyasını zəiflədir. Bəli, bu da doğru fikirdir. Ona görə doğru cavabımız da 1, 2 və 5 cavabı olmuş olacaqdır desiniz. Ağciyər alveollarında qazlar mübadiləsi zamanı aşıdan hansı baş vermir? Ağciyər kapilyarlarında venoz qanın arterial qana çevrilməsi. Bu doğru fikirdir. Bu da baş verəcəkdir. Ağciyər kapilyarında qanda oksigenin miqdarının artması, bu da baş verəcək. Ağciyər kapilyarında qanda karbon qazı miqdarı, xeyr, bu baş verə bilməz. Ona görə kapilyarda əksinə tənəffüs zamanı ki, karbon qazının miqdarı azalır, oksigen qazının miqdarı artır. Doğru cavabımız ona görə C variantı olmuş olur.
Doqquzuncu sual. Aşağıdakı prosesdən hansılar sağlam qarında hamilənin 3-cü ayının əvvəlindən başlayaraq baş verir? Rüşeyin uşağın divana yapışır. Xeyr. Bu Rüşeyin dövrünün başlanmasıdır. Kolların bir hissəsinin cift əmələ gəlir. Bəli. Dedi ki bu 3-cü ayından başlayır. Bu doğru fikirdir. Rüşeyin dövrü başlayır. Xeyr. Rüşeymdə iki kameralı ürək yaranır. Bu da xeyir. Və döl mərhələsi başlayır. Bəli, bu da doğrudur. 2-5 doğru cavab edəcəkdir. D variantı. Hansı xəstəliklərin törədiciləri 8 nukleiddən malik ola bilər? Deməli, burada biz bakterial xəstəliklərə baxmalıyıq. Qrip deyil, vərəmdir, vəbadır, qiç deyil, çiçək deyil və difteriyadır. Ona görə 2, 3 və 6 cavabı, yəni cavabımız D variantı olmuş olur. 11-ci sual. Pavlova görə görmə analizatorunun 3-cü hissəsi böyük yarımkənar hansı payında yerləşir? 3-cü hissə təbii ki, görmədə ənsədir və ənsə də burada 3 ilə göstərilmişdir. Doğru cavab D variantı olmuş olacaqdır deyəcək. Keçək 12-ci sualımıza. Deməli, birinci su heyvanıdır və plasentası var. Su heyvanı və plasentası balina ola bilər və delfin ola bilər. İkinci, plasentası vardır deyir və döş dilinə malikdir. Plasentası varsa döş dilinə malikdir, söhbət yarasadan gedir. 2 C-ni yazacağıq. Üçüncü də döş dilinə malikdir və su heyvanıdır. Burada biz deməli pingvini misal göstərə bilərik və bir də təbii ki ördək misal göstərə bilərik. B-dini bura yaza bilirik. Deməli oldu 1 A, Y, 2 C, 3 B, D. Doğru cavabımız C variantı olmuş olur deyəcəksiniz. 13-cü suala keçək. Sxeməssən doğru kəsməni müəyyən edin. Əsas varalıq sahibləri onluğalı heyvan. Öküz sodunun əsas sahibi insan, alıq sahibi də qaramal. Bəli, bu doğru fikirdir. Geoelmit deyil, bioelmitdir. Əsas varlıq sahibləri atmosfer havası tənəffüs edir. Bəli, bu da düzdür. Ağırlıq sahibinin törətdiyi xəstəlik, xeyr, əsas sahibinin tənəffüs xəstəliyi törədir. Ona görə 1 və 3 cavabımız A variantı olacaqdır. Keçək 14-cü sualımıza. 14-cü sualda Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Lobyanın toxumu, buğdanın toxumu. Taycıqlardakı yuvada yerləşir. Biri bura aid eləyəcəyik. Göbəkçiyə malikdir. İkini də bura aid eləyəcək. Ehtiyat qida maddə ləpə yarpağı vasitəsilə rüşeymə daxil olur deyir burada. Bu fikir bunların içərisində yalnız buğdaya aiddir. Çünki endospermlə ləpə yarpağına ötülür. Oradan da ötülür içəriyə. Ona görə 3-ü bura yazacağıq. Bitişik əsas gövdəsi rüşeym tumurcuğundan inkişaf edir sualı deyir bizə və bitkinin əsas gövdəsi rüşeym tumurcuğundan inkişaf edir. Meyvə yanlığı toxum qabığı ilə bitişmişdir deyir. Deməli, dördüncü olaraq hər ikisinə aid olacaqdır. Meyvə yanığı toxumun qabığı ilə bitişikdir. Hə, təbii ki, bu da ancaq deməli bir toxuma, dən meyvəyə aid olur. 1, 2, 3, 5, 4. 1, 2, 3, 5, 4 doğru cavabımız C variantı olmuş olur. Uloçkisdə hansı hüceyrələrin birləşməsindən ziqot əmələ gəlir? Qametlərin birləşməsindən ziqot əmələ gəlir və qametdə də 2 qamçılı hüceyrələrdir. Ona görə doğru cavab Y variantı olacaqdır. Şibyəni əmələ gətirən canlılardan biri ən qədim aləmin nümayəndəsi olarsa, deməli biri onsuz da göbələkdir, digəri də deməli siyanobakteriyadır. Birgə yaşayışdan əmələ gəlmişdir. Bu hansı canlıların bir yaşına əmələ gəlmişdir? Hüceyrələrin quruluşuna görə biri prokaryot, digəri isə evkaryot olan canlıların bəli. Biri siyanobakteriyadır, biri göbələkdir. Xlorofili fotosintez edici membran üzərində yerləşən canlı ilə əsasən spor, bəli. Bu da doğru fikirdir. Çünki fotosintezci membran üzərində yerləşən siyanobakteriyadır, o birisi də göbələkdir. Apoptoz yola qidadan çox hüceyrəli canlı, xeyr, çox hüceyrəli canlı deyil. Siyanobakteriya plazmidlərə malik, xeyr, bu da səhvdir. Cavab 1-2. Cavab deməli burada A variantı olmuş olur. Keçək 17-ci sualımıza. Uyğunluğu müəyyən edin. Ölü hüceyrədən təşkil olunmuşdur. Ölü hüceyrədən təşkil olunub borular, oruncaq boruları. Biri yazırıq bura. Canlı hüceyrədən təşkil olunub ələyə bənzər borular. Ötücü toxumaya aiddir. Hər ikisi ötücü toxumadır. Əsasən qeyri-üzüm maddələri daşıyır. Bu da borucuqlar.
Gövdənin qabıq qatına rast gəlinir. Bura aiddir. Yarpağın damarı rast gəlinir. Təbii ki, hər ikisi də yarpağın damarında rast gəlinə bilər. 1-ə 2, 5, ikinciyə 1, 4, 3, 6. Doğru cavabımız deməli buradan A variantı eləyəcək. 18-ci sualımıza baxaq. Uyğunluğu müəyyən edin deyir. Hüceyrə orqanoidlərinin sayı artır, interfazda orqanoidlərin sayı artacaqdır. Bölünmə vətərləri yaranmağa başlayır, profazada yaranmağa başlayır. DNT ikiləşir interfazada. Xromosomların sayı 2 dəfə artır. Anafazda 2 dəfə artacaqdır. DNT sapları spirallaşır. DNT sapları spirallaşır. Bunlar da profaza mərhələsində baş verəcəkdir. 1 AC, 2 BY və 3 dəniz. Yəni doğru cavabımız burada 1 AC, 2 BY, 3 dəniz B variantı olmuş olacaqdır. 19-cu sual. Cədvələ əsasən sağlam qadında mayalanma bilavasitə iştirak edən qametdəki X və Y cinsi xromosomların sayını müəyyən edin. Cift sayı 3-dür. Somatik hüceyrəsinin bir nüvəsində 23 xromosom müxtəlifliyi olan dölün sayı 1-dir. Deməli, bir nüvəsində 24 xromosomlu olan müxtəlif dölün sayı da 2-dir. Deməli, burada 2 dənə oğlan var, bir dənə qız var. Bu zaman ciftin sayı da 3 dənədir. Deməli, qız ayrıca bir olacaq. Oğlanlar da ayrılıqda deməli olmuş olur. Bizə nə soruşur? İştirak edən qametlərdə. Burada beləsinə. Deməli, burada cəmi 1, 2, 3, 4 dənə X var, 2 dənə Y var. Ona görə cavabımız D variantı 4-ün 2 olacaqdır. Amonyakı nitrit turşusuna qədər oksidləşdirən bakteriyalar hansılardır? Təbii ki, burada onsuz da cavabı tapmaq çox rahat olacaq. Nitrifikasiya bakteriyaları B variantı olur. İnsanın skeletik baş, yəni kəllə, gövdə və ətrafların skeletinə bölünür. Hansı bənddə bu skelet şöbəsinə aid olan sümüklər düzgün verilmişdir? Fəqərə deməli kəlləyə aid deyil, alt çənə kəllədir, kürək gövdəyə aid deyil, gicgah kəllədir, fəqərə aiddir və incikdə ətrafdır. Ona görə doğru cavabımız buradan C variantı olmuş olacaqdır. 22-ci sual. Cədvələ əsasən doğru fikri müəyyən edin deyir. Vəba törədiciləri aydın məsələdir ki, burada deməli aid olacaq bizə əsas aləmlərdən söhbət gedir. Bakteriya aləminə aid törədicisi heyvanlar aləmidir. Heyvanlar, malyar da heyvanlar və heyvanlar. Y, N, K eyni aləmə aid ola bilməz. Bizdən doğru fikir soruşur burada. Y, N, K, üçü də heyvan ola bilər. Bu səhvdir. X və Y eyni aləmə aid ola bilməz. X bakteriya aləminə aiddir. Y də heyvan aləminə aiddir. Bəli, ola bilməz. Doğru cavab B variantı olacaq. Keçək 23-cü sualımıza. İndi görək 23-cü sualda bizə nə soruşur burada? Şəkildə göstərilən balıq üçün hansı ifadələr doğrudur? Təbii ki, burada görəcəksiniz sümüklü balıq verilib. Qəlsəmə qapağı olmur, bu səhvdir. Qarın aortasında arterial qan olur, bu da səhvdir. Cüt üzgəclərin sayı tək üzgəclərin sayına bərabərdir. Bəli, burada 4 dənə cüt, 4 dənə də tək üzgəci vardır. Bu doğru fikirdir. Onurğa sütunu xeyr, 4 şöbə deyil. Ürək boşda yalnız venoz qanır. Bu da düzdür. Gövdə fəqərlərinə qabırğalar birləşir. Bu da düzdür. Ona görə doğru cavab 3, 5 və 6 cavabı olacaqdır. 24-cü sual. Ortaq xüsusiyyətləri seçin. İfrada sistemin həzm sistemi ilə əlaqəli olması yaşıl vəzi əlaqəli deyil. Ona görə bunu götürə bilmərəm. Hər ikisi mürəkkəb gözü var. Düzdən inkişaf xərçəngə aiddir. Ürəkdən arterial damarın çıxması, bəli, İkisində də çıxır. Zaten burada ikisində arteriya damarı çıxır ürəkdən. Qanın oksigen daşıması həşəratlara daşımır. Buğumlu ətraf olması, bəli, bu da doğru fikirdir. Ona görə cavab 2, 4 və 6. 6 cavabı olacaq. Keçək 25-ci sualımıza. Deməli, podagra ateroskleroz. Qanda sidik turşusunun miqdarı bu podagraya aiddir. Ona görə biri bura aid edirəm. Damarların içərisi yağa bənzər maddələrə ötürür. Bu aterosklerozdur, podagraya deyil, səhvdir. Əl və oynaqların iltihablaşması, bəli, bu 3də doğrudur. Təbii ki, bu da ancaq podagraya aiddir. Dayak hərəkət aparatının xəstəliyidir. Deməli, burada 4, burada yox, podagra əsas onun xəstəliyidir. Xolesterin miqdarının artması nəticəsində yarana bilər, bəli, damar tıxanır. Bu da doğru fikirdir. İlk təsviri Stenham tərəfindən verilib, bu podagraya aiddir. Bu da səhvdir. Deməli, cavab 1, 3 və 5 cavabı olmuş olur. 26-cı sual. Hidrogen rabitənin sayı 1000, ADN nukleidlərin sayı 2000.
Əgər 2000 dənə adenin varsa, o demək ki 2000 dənə də timin var. Deməli 4000 rabitə getdi. 10.000-in 4000-i yerdə qaldı 6000-i. Əgər yerdə 6000 qalırsa, bu da o deməkdir ki, deməli 6000 nukleotid 2000 dənə guanin var, 3 qat rabitə 2000 dənə də sitoizin var. Bizdən soruşur ki, burada ikisinin cəmini tapın. 2 qat hidrogen rabitənin sayı 2000, 3 qat hidrogen rabitənin sayı 2000, yəni ümumi cavabımız 4000-ə bərabər olacaqdır. Keçək 27-ci suala. 27 sual qarşılaşdırma sualıdır və yer üzərində həyata mərkəməsi geoxronoloji cədvələ aiddir. Sağ olsunlar, burada belə dövrlərə getmirlər. Erara gedib şagirdlərə fikirləşiblər. Yəni, spartoqlar meydana çıxır paleozoyda. Uçan onurğalılar yaranır mezozoyda. Toxumlu qıcılar, deməli, bunu da götürəcəksiniz təbii ki mezozoya yox olur. Diopteklər meydana çıxır. Diopteklər meydana çıxır paleozoyda. Kaynozoyda üzrən, bu kaynozoyda baş verir. Stigosefallar meydana çıxır paleozoyda. 1A-Y, 2B-C, 3 dəniz cavabı olacaqdır. Keçək indi situasiyaya, açığı situasiyanın 29-cu və 30-cu cavabının nə olduğunu bilmirəm. Sadəcə deyilənlərdən sizə bildirəcəm burada. Yəni görürsünüz, Rusiya Orlov-Löhrəm atının verilməsi, çarpazlaşması bizə verilib burada. Orlov-Löhrəm at cinsinin alınması metodiki seçmənin hansı formasından? Birinci, hansı forma? Burada fərdi seçmədir. Bu canlıların filogenetik sıralarını ilk dəfə hansı alim? Atdır təbii ki. Atı da ilk dəfə Kovalevski veribdir. Təkamüldə onların neçənci barmaqları rudiment halındadır? İkinci və dördüncü barmaqları rudiment halında qalıbdır deyirsiniz. 29-cu sual sadəcə yenə deyirəm. Deyilənlər əsasında sizə cavab verəcəm. Cavab vərəqində çox böyük ehtimal ki, 2 bərabər 66 erkək və dişilərin xromosom müxtəlifliğini soruşubdur. Yenə deyirəm, dəqiq deyə bilməyəcəm onu. Xromosom müxtəlifliğini soruşarsa əgər, deməli, dişi fərdlərdə xromosom müxtəlifliyi bərabər olacaqdır 33-ə. Erkək fərddə isə xromosom müxtəlifliyi haploiddən bir dənə artıq olur, bərabərdir. 34-ə bərabər olacaqdır, deyirsiniz. Bir dənə bunu deyə biləm. Sonra 30-cu sualı tam dəqiq bilmədiyim üçün onun cavabını sizə deyə bilməyəcəm.